Değerli izləyicilər, sualımıza qeyd edirik ki, xəritədə paytaxtı ulduzda işarələnmiş 9-11-ci əsrə feodal dövlətlərdən heç biri üçün xarakterik olmayan bəyanı müəyyən edin. Burada bir sıra dövlətlər göstərilib. Məsələn, Şirvanşahlar göstərilib, Şəddadilər, Rəvvadilər və Salarilər dövlətlərinin paytaxt şəhərləri göstərilib. Slavyan yürüşləri nəticəsində süquta uğrayan bunlardan heç biri olmayıb. Xarakterik olmayan A variantıdır. Digər variantlara baxsaq, Azərbaycan torpaqlarının vahid dövlətdə, deməli, Azərbaycan torpaqlarını vahid dövlətdə tərkibində birləşdirmişdir. Bu, təbii ki, Sacilər və Salarilər dövlətinin. Burada da Ərdəbil, deyək ki, paytaxt şəhəri olub və yaxud Təbriz, Ərdəbil şəhərləri göstərilib. Məsələn, deyək ki, burada diqqətlə baxsaq, Şamaxı, Gəncə, Təbriz və Ərdəbil şəhərləri göstərib. Slavyan, demək, Azərbaycan torpağının vahid dövlətinin tərkibində birləşdirib. Sacilər və Salarilər, hər ikisinin paytaxtı Ərdəbil şəhəri olub. Səlcuqlardan asılına düşüb. Məsələn, Rəvvadilər paytaxtı Təbriz olmaqla, Şəddadilər Gəncə olmaqla. Deməli, bunlara aiddir. Səlcuqların tərkibində düşməsi. Gürcü və Xəzərlərə qarşı uğurlu müharibələr aparmışdır. Bu da Şəddadilərə aiddir. Tiflis müsəlman əmirliyi ilə dostluq əlaqələri saxlayan da Şəddadilər olub. Deməli, doğru cavabımız elə A variantında göstərilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.